Bəli, regionu narahat edən məsələlərdən danışacağıq. Yeri gəlmişkən ötən gündən etibarən Birləşmiş Ştatlar nümayəndələrindən səfərlər ard-arda təşkil olunur və elə bu səhər saatlarından çıxan xəbərlərə istinad etsək, Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Joshua Haq da Azərbaycana gəlib və Birləşmiş Ştatlar səfirliyinin sosial şəbəkədəki səhifəsində də paylaşım edilib. Bəzi informasiyalar diqqətə çatdırılıb və bir xəbər də ondan ibarətdir ki, Ermənistanda da görüşlər keçirilib. Ermənistanın Təhlükəsizlik Şurasının katibi ilə, eləcə də Xarici İşlər Naziri ilə kifayət qədər konstruktiv görüşlərin keçirildiyi iddia olunur. Biz bu kontekstdə danışacağıq. Sanki Amerika Birləşmiş Ştatları birdən-birə Rusiya-Ukrayna müharibəsindəki uğursuzluqlardan sonra diqqətini daha çox Cənubi Qafqaza yönəltməyə başlayıb və həm Azərbaycanla əlaqələrin daha yaxşı müstəviyə gəlməsində maraqlı görünürlər. Xüsusilə də Donald Trump administrasiyası dövründə həm də Ermənistanla olan əlaqələri də saxlamağa çalışırlar. Bu kontekstdə Cənubi Qafqazdan Rusiyanın sıxışdırılıb çıxarılması prosesi mi aparılır, yoxsa burada digər nüanslar da var? Bütün bunlardan sizi agah eləyəcək. Siyasi şərhçi Əhməd Şahidov suallarımızı cavablandıracaq. Əhməd bəy, zəhmət olmasa yaxınlaşın masamızın ətrafına. Hər vaxtınız xeyir olsun. Əhməd bəy, başlayaq birinci ondan ki, yenə də Amerika Birləşmiş Ştatlarından növbəti nümayəndələrin Azərbaycana səfər etdiyinin şahidi oluruq. Sosial şəbəkələr üzərindən Amerika Birləşmiş Ştatları səfirliyi də bunu yayımlayır və həmin şəxslər Joshua Haq məsələn bunu deyə bilərik ki, Ermənistanda da görüşlər keçirib. Amerika Birləşmiş Ştatlarından gələn bu aktiv reaksiyalar, intensivləşən bu səfərlər yəqin ki, hər hansı bir məqsədi daşıyır. Elə belə deyil, həm Azərbaycana, həm də Ermənistana edilən bu səfərlərin arxasında bilmədiyimiz və yaxud da bugünə qədər deyilməyən hansı niyyət, məqsəd dayana bilər? Ümumiyyətlə gözlənilirdi bu diqqət, bu səfərlər. Çünki yanvarda hələ Donald Trump Ağ Evə gəldikdən sonra, səlahiyyətlərin icrasına başladıkdan sonra xarici siyasətdə, xüsusən də Ukrayna-Rusiya müharibəsinə ciddi diqqət göstərilirdi və bir də yaxın şərqdəki münaqişəyə və Ukrayna-Rusiya cəbhəsində zaman-zaman diyaloqa meyilli, atəşkəsə meyilli addımlar atılsa da, amma görünən odur ki, hərbi əməliyyatlar davam edir və bu müharibə uzandıqca Donald Trump hələ seçki öncəsi verdiyi vəd var idi ki, Ukrayna müharibəsini 24 saata dayandıracam. Bu vədini reallaşdırmaqda çətinlik çəkdikcə, sanki bu Ukrayna məsələsindən bir qədər uzaqlaşır, dünyadakı digər məsələlərə daha çox fokuslanmağa çalışır və həm də sülhə daha yaxın olan ülkələrə yönəlir. Hətta təsadüf deyir ki, Donald Trump Rusiya xəbərdarlıq eləmişdi ki, bu uzun müddət davam edərsə, ABŞ-ın dünyadakı digər regionlarda, Afrikada, Yaxın Şərqdə, Cənubi Qafqazda görüləcək işləri var, daha çox ona diqqət yetirməlidir və xüsusən də 28 may Dövlət Müstəqilliyi günü ilə bağlı Donald Trumpın Azərbaycan lideri cənab İlham Əliyevə göndərdiyi təbrik məktubunda da xüsusi diqqət çəkən məqam var və ABŞ lideri bildirir ki, Amerika Azərbaycanla hələ 10 illiklər boyu əməkdaşlığa ümid edir. Bu nəyə göstərir? Ümumiyyətlə, Donald Trump hakimiyyətə gəldikdən sonra America First, ilk öncə Amerika xarici siyasətini həyata keçirir və Donald Trump bunu dəfələrlə bəyan edib ki, Biden administrasiyası dönəmində ABŞ özünə aid olmayan və dünyadakı digər məsələlərə görə xeyli vəsait xərcləyib, xeyli enerji xərcləyib və bu vəsaitlər ki, milyardlarla dollar məbləğindədir, bunu ABŞ-a yenidən qazandırmaq üçün ABŞ xarici siyasətində artıq yeni bir dönəm başlayır. Xüsusən də iqtisadi, enerji, ticarət məsələlərinə diqqət yetirilir və Ağ Evdə qəbul edilən dövlət və hökumət başçılarının da siyasına nəzər yetirsək və Donald Trumpın özünün xarici səfərləri etdiyi ölkələrə və orada imzalanan anlaşmalara nəzər yetirsək, görərik ki, ABŞ artıq həmin o itirilmiş milyardları geri qaytarmaq, ABŞ-ın iqtisadi, ticari və təhlükəsizlik məsələlərinə daha çox önəm verməyə çalışır və dünyadakı bir çox regionlarla yanaşı Cənubi Qafqaza da diqqət yetirdikdə ABŞ üçün, onun milli maraqları üçün, xüsusən də təhlükəsizlik və enerji təminatı baxımından ən uyğun, ən münasib
tərəfdaş məhz Azərbaycandır. Bu baxımdan Azərbaycanla ABŞ arasında artıq yeni bir səhifə açılıb deyə bilərik. Hərçənd ki, Biden dönəmində Ağ Ev tərəfindən insan haqları, demokratiya məsələlərini belə sabun köpüyü kimi qabardıb rəsmi Bakıya qarşı təzyiqlər edilməyə çalışıldı. Artıq Trumpın xarici siyasətində biz bu səhvlərin edilmədiyini görürük. Daha çox iqtisadi, ticari təhlükəsizlik məsələlərinə önəm verilir və təbii ki, əgər bölgədə iqtisadi maraqlar varsa, ilk növbədə bölgədə sülhün, inkişafın olması şərtdir. Bu baxımdan ABŞ təbii ki, istəyir ki, qısa bir müddət ərzində Ermənistanla Azərbaycan arasında bu sülh müqaviləsi imzalansın və onu da qeyd edelim ki, ABC-ın verdiyi mesajlarda açıq şəkildə bəyan edilir ki, ABŞ ölkələrin ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığı məsələsinə xüsusi önəm verir və Dövlət Departamenti rəsmisinin Ermənistana, ardınca da Azərbaycana səfəri çərçivəsində də həm ölkələr arasında ikili münasibətlərlə yanaşı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin qısa bir müddət ərzində imzalanması var. Təbii ki, ABŞ-la Azərbaycan arasında da ikili münasibətlər var. Az öncə dediyim kimi enerji məsələləri bugün Azərbaycan, xüsusilə də Ukrayna-Rusiya müharibəsindən sonra Avropanın enerji təchizatında xüsusi rola sahibdir. Digər tərəfdən geosiyasi yerləşimi çox önəmlidir. Burada dünya güclərinin, xüsusən də Rusiyanın, İranın, Çinin maraqları toqquşur. Belə olan halda ABŞ heç bir halda Cənubi Qafqazdan kənarda qalmaq istəmir. Digər tərəfdən təbii ki, təhlükəsizlik məsələləri. ABŞ uzun illərdir Azərbaycanla təhlükəsizlik, beynəlxalq terrorizmə qarşı mübarizədə səmərəli əməkdaşlıq eləyib. Xüsusən də Əfqanistan'da Azərbaycan sülh məramlı missiyası var idi ki, bu beynəlxalq terrorizmə mübarizədə Azərbaycanın verdiyi töhfədir və Azərbaycanın bir də etibarlı bir tərəfdaş olması çox önəmlidir. Çətin bir geosiyasi coğrafiyada yerləşməsinə baxmayaraq Azərbaycan unikal bir dövlətçilik ənənəsinə sahibdir ki, bütün güc mərkəzləri ilə də, ABŞ-la da, Rusiya ilə də, Çinlə də balansı qoruyub saxlamağa çalışır və Çinlə strateji müttəfiqlik əlaqələrinə sahib olsaq da ABŞ-la da münasibətləri hər zaman açıq və Vaşinqtonda da bunu çox yaxşı görür və başa düşürlər. Təbii ki, Əhməd bəy, Azərbaycanla Birləşmiş Ştatlar arasında münasibətlərin düzəlməsi müsbət tendensiyadır. Ancaq Ermənistanla Amerika Birləşmiş Ştatların uzun illərə dayanan münasibətləri var. Ən böyük səfirliklərindən biri məhz İrəvanda yerləşir və elə son verilən açıqlamalar da bunu deməyə əsas verir. Amerika Birləşmiş Ştatları nümayəndələri İrəvana gedirlər, orada görüşlər keçirirlər. Dediyim kimi, Xarici İşlər Naziri var bu siyahıda, Təhlükəsizlik Şurasının katibi var. Xarici İşlər Naziri ilə sülh prosesi danışılırsa, Təhlükəsizlik Şurasının katibi ilə təhlükəsizlik ilə bağlı məsələlər gündəmə gətirilir. Bu kontekstdə Cənubi Qafqaz maraqlarını təmin edən Amerika Birləşmiş Ştatları xüsusilə də Ermənistanda olan maraqlarından qismən əl çəkərmi Azərbaycan naminə? Ümumiyyətlə, Cənubi Qafqazda, xüsusən də 2018-ci ildəki Nikol Paşinyan iqtidara gəldikdən sonra Ermənistan ciddi şəkildə Rusiyadan uzaqlaşmağa, tamamən qopmağa yönəlik bir siyasi kurs həyata keçirir. Biden dönəmində ABŞ-Ermənistan münasibətləri, belə deyək, artan templə irəliləyirdi. Hətta Biden iqtidarının son günlərində gedər ayaqda ABŞ-la Ermənistan arasında strateji müttəfiqlik anlaşması imzalandı. Ölkələr bir-birinin ərazi bütövlüyünün, suverenliyinin, təhlükəsizliyinin qorunmasına bir-birinə birbaşa dəstək. Burada təbii ki, ABŞ-ın Ermənistana dəstəyi nəzərdə tutulur. Donald Trump iqtidara gəldikdən sonra Biden'ın bir çox razılaşmalarını, sərəncamlarını, əmrlərini ləğv eləsə də, amma hələ də ABŞ-la Ermənistan arasında bu strateji müttəfiqlik haqqında anlaşma qüvvədə qalır. Amma iki ölkə arasında bu anlaşmadan irəli gələn ciddi bir əməkdaşlıq meylləri görülmür. Təbii ki, Trump ABŞ lideri olaraq ilk növbədə iqtisadi, ticari maraqlarını önə çəkərək Cənubi Qafqazda əməkdaşlıq edə biləcək, yaxınlıq edə biləcək yeganə ölkə olaraq Azərbaycanı görür. Amma ABŞ-ın bir dövlət olaraq Ermənistanla imzaladığı bu müqavilənin şərtlərindən irəli gələrək Ermənistanla bu əlaqələri davam etdirmək məcburiyyətindədir. Eyni zamanda ABŞ-ın bir dövlətçilik ənənəsində, təcrübəsində bu ikili paralel siyasət aparmaqla qarşı tərəfə müəyyən mesaj vermək təcrübəsi var. Xatırlayırsınızsa 9-7-ci düzəliş illərdir Azərbaycanla münasibətdə bir siyasi rıçaq olaraq istifadə olunurdu. Düşünürəm ki, Donald Trump özünün iqtisadi, ticari razılaşmalarında
Azərbaycanla uzlaşmaq xatirinə həmin o Ermənistanla olan strateji müttəfiqlik anlaşmasından istifadə edə bilər, faydalana bilər. Yəni Azərbaycanla hər hansı bir razılaşmada ABŞ-ın o strateji müttəfiqlik razılaşmasına əsasən Ermənistana yardım edib etməməyini təxirə sala bilər, ertələyə bilər ki, bu Azərbaycanla danışıqlarda təzyiq deməzdim, amma bir alver predmeti kimi istifadə oluna bilər. Amma istənilən halda Azərbaycan həm siyasi, iqtisadi, hərbi potensialına görə Cənubi Qafqazın lider ölkəsidir. Bu təbii ki, dünya ölkələrini, Çini də, Rusiyanı da, ABŞ-ı da özünə cəlb edir. Digər tərəfdən Azərbaycan həm də marşrut və nəqliyyat qovşağının tam mərkəzində yerləşir. Bugün Asiya ilə Avropanın keçid nöqtəsindədir. Bu baxımdan ABŞ həm də ticari, iqtisadi, nəqliyyat, marşrut maraqlarının Cənub qaz dəhlizi layihəsinin həyata keçirməsində Azərbaycanla əməkdaşlığa daha çox önəm verir. Təbii ki, Ermənistanla da ikili əməkdaşlıq əlaqələri sizin dediyiniz kimi uzun illərdir mövcud olub, bugün də davam edəcək. Dediniz ki, Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək istəyirlər. Rusiya uzun illər ərzində burada əsas söz sahibi ölkələrdən biri olub. Hələ də tam olaraq geri çəkilib deyə bilmərik, niyyət var. Bu kontekstdə Sergey Lavrovun Ermənistan səfərini xatırlada bilərik və burada da bəzi məsələlər danışıldı, xatırladıldı, keçmişə dönüş edildi və paralel şəkildə indi erməni mediasında Qafanda Rusiya konsulluğunun açılması məsələsi də danışılır. Bilirik ki, Fransa ilə bağlı fikirlər səsləndirilenden sonraki iyunun 2-sində artıq konsulluğu açılacaq Qərbi Zəngəzur bölgəsində. İndi də Qafanda niyə Rusiya konsulluğu gecikir tərzində şərhlər verilirdi, erməni mediasında yazılırdı. İndi də verilən açıqlamalar onun üzərindədir ki, bu konsulluq mütləq açılacaq, bəzi işlər görülür. Rusiya və Fransa ilə paralel münasibətlər qurmağa çalışan, ümumiyyətlə Avropa İttifaqı və Birləşmiş Ştatlardan paralel münasibət yürütməyə çalışan biz Ermənistanın baş nazirini görürük. Bu kontekstdə biraz Rusiyanı da sakitləşdirməyə çalışırlar ki, Qafanda da açılacaq bu konsulluq. Hələ gəlib Ermənistanda bir konsulluq açır. Ehtiyac oldu, olmadı. Evet. Ermənistan birinci növbədə buna niyə icazə verir belə bir məqamda və yaxud da bu konsulluqların açılması Ermənistanın müstəqil ölkə kimi varlığını biraz da sual altına qoymurmu? Mən deməzdim Ermənistan tam müstəqil suveren ölkədir. Zaman-zaman ən azından kağız üzərində ayrı-ayrı ölkələrin forpostu rolunu oynayıb. Uzun illərdir Rusiyanın Cənubi Qafqazda forpostu idi və bugün 2018-ci ildən bu yana yürüdülən siyasətin nəticəsi olaraq Rusiyadan uzaqlaşıb, amma müstəqil şəkildə addımlamaq iqtidarında olan bir ölkə deyil Ermənistan, dövlət olaraq, iqtidar olaraq. Ona görə ABŞ-dan və ya Fransadan, bəzən Hindistandan hərbi siyasi dəstək almaqla öz varlığını davam elətdirmək və xüsusən də bugün Ermənistanın əsas xarici siyasətində hədəf ölkə Azərbaycandır. Hələ də faktiki olaraq müharibə şəraitində yiyik, çünki sülh müqaviləsi imzalanmayıb. Hərçənd ki, sülh müqaviləsi layihəsinin bütün şərtləri razılaşdırılsa da, Nikol Paşinyan iqtidarı, özü, Xaricilər Naziri müxtəlif beynəlxalq platformalarda Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduqlarını bəyan eləsələr də, amma atdıqları addım sözləri ilə üst-üstə düşmür. Sizin də dediyiniz kimi Fransadan, Hindistandan silahlar alır və bugün ölkə daxilindəki o revanşist güclər, erməni rahib Baqdaryan o yenidən dirçəlib, revanşist fikirlər, ithamlar, iddialar səsləndirir və belə olan halda təbii ki, Ermənistan etibarlı bir qonşu sayıla bilməz. Heç bir halda Azərbaycan bütün senarilərə hazır olmalıdır və Rusiyada təbii ki, Ukrayna müharibəsində onun üçün əlverişli mümbit bir şəraitin yarandığını düşünür. ABŞ artıq əvvəlki qədər Ukraynanı dəstəkləmir. Avropa hələ özünün kollektiv təhlükəsizliyi ilə bağlı boşluqları var. Rusiya düşünür ki, Ukraynada tam qələbə qazandıqdan sonra Şərqi Avropa ölkələrinə, postsovet məkanına, Cənubi Qafqaza olan iddialarını da artıq real addımlarda göstərməlidir və ilk növbədə Ermənistandakı o revanşist güclərə dəstək verməklə 2026-cı ilin payızında ya seçki yolu ilə, dinc yolla ya da müəyyən bir zorakılıq yolu ilə, çevriliş yolu ilə Nikol Paşinyan iqtidarını devirib yenidən o revanşist gücləri, ya köhnə gücləri, ya yeni revanşist fiqurları, siyasiləri iqtidara gətirməklə yenidən eskalasiya yaratmaq, yenidən hələ də münaqişənin bitmədiyi görüntüsünü formalaşdırmaq və Azərbaycana qarşı müəyyən təzyiqlər həyata keçirmək. Bu Kremlin həmişə planında var. Təbii ki, Ermənistan da bu ikili oyunları oynamaqla sanki bir zaman gözləyir. Bir tərəfdən sülhə hazır olduğunu bəyan eləyir, digər tərəfdən öz konstitusiyasına dəyişikliklər
etmir, referendum keçirmir. Digər tərəfdən Avropa İttifaqının o sülh mərhəmli missiyası altında yarı hərbiləşdirilmiş şəxslər Ermənistan sərhəddində Azərbaycana qarşı təxribatçı binokl diplomatiyası həyata keçir. Digər tərəfdən ATƏT Minsk qrupunun ləğvi ilə bağlı heç bir addım atılmır. Bunun əksinə o Minsk qrupunun həmsədrlərdən biri olmuş Fransanın bugün Ermənistanla strateji müttəfiqlik münasibətini inkişaf elətdirmək, Azərbaycana qarşı təxribat yönümlü açıqlamaları var. Yəni bütün bu kimi məsələlər Ermənistanın müstəqil bir ölkə olmadığını, kənar təsirlərdən, kənar faktorlardan asılı olduğunu göstərir. Eyni zamanda Nikol Paşinyanın öz aləmində hiləgər bir siyasət, ikili bir siyasət yürütdüyünü göstərir ki, zaman qazanıb nəyəsə ümid etmək, Fransadan, Rusiyadan, ABŞ-dan və ya Hindistandan, hətta qonşu İrandan belə hansısa bir dəstək olar bilər. Bu hərbi gücün artırılması, düşünmürəm ki, Azərbaycana qarşı yeni müharibə edəcək fikrində bu qədər sərsəm bir fikirdə olsun, amma ən azından hərbi gücünü artırmaqla danışıqlar masasında əlini gücləndirmək, müəyyən öz xeyrinə şərtləri Azərbaycana qəbul etdirməyə çalışır. Amma bu boşunadır. Yəni Ermənistan bir addım irəli gedəndə Azərbaycan 10 addım irəliləyir. Azərbaycanın haqlı mövqeyini dəstəkləyən dost və qardaş ölkələr var və öz başına müstəqil şəkildə, sərbəst şəkildə siyasətini, iqtisadiyyatını, ordusunu gücləndirən bir ölkədən danışırıq biz. Əhməd bəy, istəyərdim ki, Ermənistan daxilindəki bəzi məsələlərdən də söz açaq. Paşinyan səhər saatlarına Facebook səhifəsində yazdığı Paşinyanın status çox geniş müzakirə olunur. Anlaşılmaz bir paylaşımdır və orada kimlərəsə söz atılır. Böyük ehtimal edilir ki, bu erməni katolikosu 2. Qareginə ünvanlanmış bir mesajdır. Çünki bilirik ki, Ermənistanın baş naziri Nikol Paşinyan kilsə ilə yola getmir və davamlı olaraq onlara hədəf alan açıqlamalar verir. Bu kontekstdə də hətta biz Baqrat Qanstanyan elə etirazlarını az öncə vurğuladıq. Əgər kilsə və Ermənistanın baş naziri Nikol Paşinyan arasında bu qədər dərin çatlar varsa, bu ölkə daxilindəki hansı problemlərə gətirib çıxara bilər? Onsuz da düz uzun müddətli problemlər var. Bəziləri iddia edir ki, ola bilər ki, Nikol Paşinyanın səhifəsi uğurlansın, ancaq bunun arxasında sətiraltı bir mesajın ola biləcəyi ehtimalları da istisna edilir. Ümumiyyətlə, erməni kilsəsi heç də dini, belə deyək, mənəvi bir ibadət ocağı deyil və uzun illərdir ki, erməni kilsəsi həm Ermənistan daxilində və onun xaricində müharibə əhval-ruhiyyəsini, böyük Ermənistan ideologiyasını inkişaf elətdirən, erməni cəmiyyətinə bu zəhərli ideologiyanı həzm elətdirən bir qurumdur. Hətta 1-ci Qarabağ müharibəsində belə fikir verirsə, erməni keşişlər Xocalı soyqırımında həm birbaşa iştirak edirlər və iştirak edən o cəlladlara motivasiya verirdilər, dualar edirdilər. Yəni, din, Allah, ibadət hara, qətliam hara, soyqırım hara. Bu baxımdan bugün erməni kilsəsi əvvəlki qədər olmasa da, zəifləsə də, amma yenə özündə o revanşist fikirləri qoruyub saxlamağa çalışır və erməni kilsəsinə bağlı olan, erməni belə deyək də, o xristiyan dini də deyil, özlərinə məxsus bir inancı var. O inanca inanan erməni gəncləri revanşist müharibə əhval-ruhiyyəsində yetişdirməyə çalışırlar ki, bu da Nikol Paşinyanla zaman-zaman bir qarşıdurmalara gətirib çıxarır və erməni kilsəsi eyni zamanda xaricdən də ciddi dəstək alır. Erməni lobbisi də eyni təfəkkürdədir, eyni fikir və planları qururlar. Bu baxımdan erməni cəmiyyəti stabil bir cəmiyyət deyil. Orada 2020-ci il Qarabağ müharibəsinin, 2023-cü il antiterror əməliyyatlarının acı fəsadlarını, dərsini öz həyatlarında yaşayan insanlar var, ailələr var. Onlar təbii ki, bir daha belə erməni xalqı üçün o fəlakəti yaşamaq istəmirlər və ciddi şəkildə müharibə istəmirlər, istəyirlər sülh olsun. Bir də hələ də o dərsi çıxarmayan revanşist güclər varsa, Sarkisyan olsun, Köçəryan olsun, onların tərəfdarları, onlar hələ də xülyalarla yaşayırlar ki, nə zamansa Ermənistana dəstək gələcək, Ermənistan yenidən Azərbaycana hücum edə biləcək, o torpaqları zəbt edə biləcəklər, hətta daha çoxunu işğal etmək xəyalları ilə yaşayırlar. Bu hamısı Ermənistanın bir ölkə olaraq uçuruma aparan fikirlərdir. Növbəti hərbi qarşıdurmada hərbi əməliyyatlar Ermənistan ərazisində
baş tutacaq ki, bu Ermənistanın bir ölkə olaraq, dövlət olaraq suverenliyinin tamamən itirilməsinə gətirib çıxara biləcək. Əgər bunu anlayan, başa düşən, ağlı başında olan bir rasional bir lider varsa Ermənistanda, bunu başa düşməli və qısa bir müddət ərzində Azərbaycanla sülh müqaviləsi imzalamalıdır. Yoxsa bunun axırı faciələrə gətirib çıxaracaq. Biz əslində bəzi istiqamətləri danışdıq. İstərdim ki, qısa şəkildə Əhməd bəy bir də sülh müqaviləsi ilə bağlı məsələyə toxunaq. Daha doğrusu Ermənistan parlamentinin sədri Alen Simonyan deyir ki, biz bir-birimizlə yaxşı münasibətlərə sahib olacağıq, hətta ticari əlaqələrimiz də mümkündür. Düzdür, bugün sülh müqaviləsinin imzalaması prosesi gecikir, xüsusilə də Ermənistanın atdığı addımlara görə, amma Alen Simonyan artıq ticari əlaqələrin inkişaf etdirilməsindən danışır. Bəlli məsələdir ki, Azərbaycan da deyir ki, bu ən çox Ermənistana lazımdır. Bugün doğrudan da ən azından qısa müddət ərzində münasibətlərimiz ticari əlaqələrin inkişafına qədər gəlib çıxa bilərmi sizcə? Yoxsa bu uzaq perspektivdə həllini tapacaq nüanslar? Çox uzaq perspektiv deməyək, çünki əgər Azərbaycanla Ermənistan arasında bu sülh müqaviləsi imzalanarsa, qarşılıqlı şəkildə Azərbaycanın irəli sürdüyü o şərtlər var ki, ATƏT Minsk qrupundan imtina, konstitusiya dəyişikliyi, bütün bu şərtlər əməl olunarsa və müqavilə imzalanarsa, təbii ki, ölkələr arasında bir problem qalmır. Amma biz bugün Azərbaycan bazarlarında Ermənistan məhsullarını görəcəyikmi, yaxud Ermənistan bazarlarında Azərbaycan məhsullarını qısa bir müddət ərzində təsəvvür eləmirəm, çox çətindir. Çünki müharibənin o ağrısını, acısını 30 ildir ki, biz canımızda, qanımızda yaşamışıq. Bir günün içində Xocalı soyqırımını, Bağayarnis ayrım, Ağdaban faciəsini, o qətliamları təbii ki, unuda bilmərik və heç bir zamanda unutmayacağıq. Amma Azərbaycan hər zaman sülh tərəfdarı olan bir ölkədir. Ən azından sərhədlərin müəyyən müddətdən sonra açılması, qarşılıqlı səfərlərin təbii ki, müəyyən gərginlik fonunda, xüsusi nəzarət altında, amma səfərlərin qarşılıqlı şəkildə həyata keçirməsi mümkündür. Mən inanmıram ki, sülh müqaviləsi imzalanandan bir il sonra, 2 il sonra hansısa erməni gilasını Azərbaycanda sevə-sevə alsınlar. Amma istənilən halda Ermənistanın Azərbaycandan alacağı məhsullar daha çoxdur. İstər neft, qaz məhsulları olsun, Azərbaycan iqtisadiyyatı, sənayesi qat-qat üstündür. Bizim Ermənistana ixrac edə biləcəyimiz məhsullar daha çox ola bilər. Ermənistanın həmin məhsulları alternativ qonşu ölkələrdən alma imkanı yoxdur. Çünki elə ən keyfiyyətçisi Azərbaycandadır. Amma mən inanmıram Ermənistanda elə bir məhsul istehsal olunsun ki, Azərbaycanda ona ciddi bir tələbat olsun. Amma ən azı qarşılıqlı ticarətlə bağlı razılaşma əldə olunarsa, təbii ki, iki ölkə bir-birinə məhsullar ixrac edəcək. Amma mən heç bir halda erməni məhsulu olan bir məhsulu alıb yemərəm. Təşəkkürümüzü bildirir Əhməd bəy, minnətdarıq studiyamıza gəldiyiniz üçün, fikirlərinizi bölüşdüyünüz üçün. Biz müxtəlif aspektlərdən Cənubi Qafqazda baş verən proseslərin təhlilini apardıq. Əlbəttə ki, müsbət siqnallar verilir. Həm Amerika Birləşmiş Ştatlarından Cənubi Qafqaza olan marağı biz sezirik, həm də Azərbaycan-Ermənistan münasibətlərində ümumiyyətlə yumşalma meyillərini. Bütün hallarda Ermənistan Azərbaycanı ittiham etməkdən əl çəkməlidir, deyir ekspertlər. İndi isə fotolara nəzər